studiyamızın qonağı Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı ilə davam etdirəcək. İlqar müəllim, xoş gəlmişsiniz. Hər vaxtınız xeyir, xoş gördük. İlqar müəllim, ilk olaraq buradan başlayaq. Son illərdə peşə təhsilinə maraq nə yerdədir? Bu barədə danışaq. Təşəkkür edirəm. Bu aktual mövzu ilə bağlı bizi dəvət etdiyinizə görə və bu mövzunu ümumiyyətlə işıqlandırdığınız üçün mən sizə dərin təşəkkürümü bildirirəm. Bir mənalı olaraq sualınız cavab olaraq deyə bilərik ki, bəli, peşə təhsilinə maraq ilbəil artmaqdadır. Bunu biz son illərin qəbul statistikasının davamlı və sistemli artım dinamikasına çox asanlıqla müşahidə edə bilərik. Konkret rəqəmlərə keçdikdə biz 25-26 tədris ilində ölkə üzrə fəaliyyət göstərən 79 peşə təhsili müəssisəsində 152 ixtisas üzrə 27 min nəfər tələbənin qəbulunu həyata keçirmişik. Bunların təqribən 23 min nəfəri dövlət vəsaiti hesabına, 4 min nəfəri isə ödənişli əsaslarla qəbul almışdır. Və bir yaxşı fakt ondan ibarətdir ki, bu tələbə qəbulunda bizim qadınların payı 40%-ə yüksəlmişdir. Bu bizim statistika. Biz bu rəqəmləri bir neçə il əvvəl, deyək ki, 22-ci illə müqayisə etdikdə baxmaq istədik dinamika necədir, hardan hara gəlmişik və rəqəmlər belədir. Faktiki qəbul almış tələbələrimizin sayı 22-ci ildə 19 min nəfər olan tələbə 25-ci ildə 27 min olmuşdur. Bu bir 42%lik artım deməkdir. Qadınlarımızın payı 32%-dən 40%-ə yüksəlmişdir. Eyni zamanda dövlət vəsaiti hesabında təhsil alanların sayı 15 min nəfərdən 23 min nəfərə yüksəlməklə 48%lik bir artım göstərmişdir. Bütün bunlar təsadüfi deyil. Bu, məhz peşə təhsilində məqsədyönlü və sistemli həyata keçirilən dövlət siyasətinin nəticəsidir. Ki, bu dediyimiz rəqəmlər bugün formalaşıb və bu statistikada bizə deməli, əminliklə qeyd etməyə imkan verir ki, dövlətin diqqəti nəticəsində bəli, peşə təhsilinə maraq ilbəil artmaqdadır. Bəli, burada önəmli məqamlar, statistika bəzən çox şey olmasa da, hər şey olmasa da daha doğrusu çox şey deyir və bu baxımdan biz irəliləyişin şahidi oluruq. Lakin eyni zamanda cəmiyyətdə hələ də bəzən stereotip yanaşmalar var ki, bəziləri elə düşünürlər ki, indi peşə təhsilinə ən son halda insanlar gedirlər, müraciət edirlər, yəqin ki, imtahana hazır deyirlər deyə. Lakin əslində vəziyyət necədir və yaxud da əslində vəziyyət necə olmalıdır? Aydındır. Biraz mən əvvəldən gəlim. Bu stereotiplər necə oldu ki, formalaşmağa başladı? Bu, məlumdur, 90-cı ildən əvvəlləri ölkənin ağır sosial-iqtisadi vəziyyəti, torpaqlarımızın işğal altına düşməsi digər sahələr kimi peşə təhsilinə də öz mənfi təsirini göstərmişdir. Uzun müddət peşə təhsil infrastrukturunun yenilənməməsi, peşədə məzmunla bağlı problemlərin olması, tədrisin əmək bazarının uyğunluğunun olmaması, digər maddi-texniki bazanın köhnəlməsi və nəticədə peşə təhsilinin keyfiyyətinə öz mənfi təsirini göstərmişdir. Bu da dolayısıyla cəmiyyətdə peşə təhsilinə olan etimadı azaltmış və qeyd etdiyiniz kimi bu stereotiplərin formalaşmasına yol açmışdır. Amma qeyd etməliyəm ki, biz, belə deyək, son illərdə peşə təhsil sahəsində həyata keçirilən ardıcıl islahatlar bu stereotiplərlə olan vəziyyəti xeyli dərəcədə dəyişmişdir. Konkret bir sıra addımlar atılmışdır. Nədən ibarətdir addımlar? Birincisi odur ki, 2016-cı ildə sahəvi ixtisaslaşmış dövlət agentliyi, konkret ifadə eləsək, Elm və Təhsil Nazirliyi yanında peşə təhsili üzrə dövlət agentliyi yaradılmışdır. Bu bir. Sonra peşə təhsili sahəsində strateji yol xəritəsi qəbul olunmuşdur. Davamlı olaraq biz peşə təhsilində infrastrukturun mərhələli şəkildə yenilənməyə başlanmışdır. Əmək bazarının tələblərinə uyğun təhsil proqramları tətbiq olunmağa başlanmışdır. Peşədə ikili təhsil deyirik biz, dual təhsil modelinin tətbiqinə başlanılmışdır və yeni və cəlbedici ixtisaslar tələbə qəbulunda yer almışdır. İşə götürənlərlə əlaqələr daha da sıxlaşdırılmışdır və bunun yanında biz, belə deyək, məktəblərdə, mediada, sosial platformalarda peşə təhsili ilə bağlı aktiv maarifləndirici təşviqat işlərində həyata keçiririk və bütün bunlar belə deyək, nəticə olaraq ona gətirib çıxarır ki, bu stereotiplər yavaş-yavaş aradan qalxmağa başlayır. Çünki bizim həm də devizimiz əsas olur ki, biz peşə təhsili zəiflərin yox, konkret bacarıqla uğur əldə etmək istəyənlərin yoludur. O zaman belə bir sual yaranır, İlqar müəllim. Valideynlərin və abituriyentlərin ilkin olaraq universitetləri seçməsi peşə məktəblərinə necə təsir edir?
Bu yaxşı sualdır. Bu belə deyək, bu vəziyyət təkcə Azərbaycana xas bir hal deyil. Digər bir sıra ölkələrdə də valideynlər övladın daha çox belə deyək, ilk olaraq universitetdə təhsil almasına üstünlük verirlər. Amma nəticə etibarilə nə baş verir? Nəticə etibarilə o baş verir ki, ali təhsili bitirmiş bəzi məzunlar öz ixtisaslarına uyğun əmək bazarında iş tapa bilmir. Və bunun yanında da əmək bazarında olan bəzi ixtisaslar üzrə işçi tapılmır. Və bu belə bir mühitdə peşə təhsili belə deyək, bu balans rolunu oynayan bir bərpa edici bir rola malik olur. Peşə təhsilinin eyni zamanda burada ali təhsildən bir sıra üstünlükləri vardır. Nədir üstünlüklər? Üstünlüklər peşə təhsilinin daha çevik olmasıdır. Dəyişən əmək bazarının tələblərinə daha çevik reaksiya verə bilməsidir. Burada ali təhsildən fərqli olaraq belə deyək, iqtisadiyyat tələblərinə uyğun yaradılmış yeni ixtisasların yaradılması imkanları və bu ixtisaslar üzrə yenə işə götürənlərlə birlikdə təhsil proqramlarının təkmilləşdirilməsi imkanıdır. Nəticədə nə baş verir? Yəni peşə təhsili məzunu qısa müddətdə təhsil ala bilmək və əmək bazarına inteqrasiya ola bilmək, eyni zamanda gəlir əldə etmə imkanı yaranır. Yəni burada sürətli üstünlüklər var. Bəli, çeviklik vardır və biz son illərdə müşahidə edirik ki, 9-cu sinif məzunları daha çox peşə təhsilinə yönəlmək istəyənlərin sayı ilbəil artmaqdadır. Çünki burada artıq gənclərimiz, belə deyək, peşə təhsili artıq universitetdə qəbul ola bilməyənlərin deyil, öz uğur hekayəsini yaratmaq istəyən şuurlu seçim edərək. Yəni onların sırasında yaxşı oxuyanlar da var o peşə təhsili. Bəli. Burada dəyişir, vəziyyət dəyişir. Çünki yenə deyirəm, özündə bazarlıq hiss edən şəxs həqiqətən peşə təhsilini seçmə sayları da artmaqdadır. Və mən bir şey deyim ki, burada trend belə dəyişir ki, diplom yox, bazarlıq ona çıxır artıq. Burada bazarlıq ona çıxır və bir də ki, bunun yanında qeyd etdiyim kimi, bu infrastruktur məsələləri, məzmun, tədrisin keyfiyyəti yüksəldiksə, bu stereotiplər aradan çıxdıqsa, belə deyək, bu yöndə peşə təhsilinə yönələn gənclərimiz sayı ilbəli artacaqdır. Onların neçə faizi təxminən sonradan rahat iş tapır? Misal üçün, biz universitetlər barəsində müəyyən statistika var, burada isə... Burada vəziyyət dəyişir. Təbii ki, burada ixtisasdan asılı olaraq müxtəlif göstəricilər. Ümumilikdə götürdükdə 50-60% arasında belə deyək, məşğulluq imkanları yarana bilir qısa müddətdə. Bizim ikili təhsil modelində bu göstərici daha yüksəkdir, 70-80%-ə qədər yüksələ bilir. Və bir də bu, dediyim kimi, sahədən asılı olaraq sənaye, tikinti və xidmət sahəsində də bu göstəricilər yüksəkdir. Burada bir vacib məqam ondan ibarətdir ki, bizim məzunlarımız, belə deyək, təkcə onlar hardasa işə götürən yanında işlə təmin olma məsələsi deyil. O şəxslərin özləri sahibkarlıq subyekti kimi çıxış edir, özü iş yeri yaradır. Özü işə götürən olur. Və özü işə götürən olur. Bu imkanlar vardır və peşə təhsilinin əmək bazarı sıx inteqrasiyasını təmin edən əsas modellərdən biri olan dediyim o ikili təhsil modelində biz bu modelin tətbiqini daha da genişləndirməyi düşünürük. Çünki dediyim kimi burada təhsil alan tələbə təhsil aldığı müddətdə həm də işə götürənin iş, xidmət, istehsal sahəsində birbaşa belə praktik bazarlıqlar əldə etmə imkanı əldə edir və hətta oranı bitirəndən sonra artıq praktik bu bazarlıqlara malik şəxslərin daha tez həmən işə götürəndə işə cəlb olunma şansları böyükdür. Yəni iş tapa bilir. Bu model öz belə müsbət tətbiqini, yəni müsbət nəticələrini göstərməkdədir. Qeyd edim ki, bu modeldə biz əgər 22-ci ildə bizim təqribən 800 belə tələbəmiz var idisə də artıq bizim bu belə tələbələrin sayı 2000-dir. Bu modeli tətbiq edən bizim əgər 15 müəssisəmiz fəaliyyət göstərildisə, hal-hazırda bu 27 müəssisədir. Eyni zamanda bu cür dual ixtisasların sayı əgər 22-ci ildə 23 ixtisas idisə, hal-hazırda 39 ixtisasdır və əməkdaşlıq etdiyimiz, yəni tərəfdaşların sayı 80-dən 150-yə yüksəlmişdir. Hal-hazırda ölkənin 18 regionunda bu dual təhsil modelinin tətbiq olunduğu müəssisələr fəaliyyət göstərir. İlqar müəllim, elə regionlardan söz düşmüşkən, regionlarda peşə təhsili imkanları paytaxtla müqayisədə nə qədər əl çatandır və ümumiyyətlə mövcud peşə məktəblərinin texniki bazası nə yerdədir? Müəllim və ustaların peşəkarlıq səviyyəsi necə formalaşdırılır? İstərdik bu barədə də danışasınız. Yaxşı sualdır. Təşəkkür edirəm buna görə. Burada iki komponent qeyd elədiniz. Deməli, regionlarda əlçatanlıq, infrastruktur məsələləri və pedaqoji heyətinin peşəkarlıq məsələləri. Mən qısa-qısa üzərindən keçim. Deməli, məsələ budur ki, regionlarda peşə təhsilinin əlçatanlığı çox vacib məqamdır. Bu, regionların məşğulun təmini istiqamətində əsas ritsaklardan biridir. Bu istiqamət daim bizim diqqətimizdədir. Konkret statistikanı mən diqqətinizə çatdırmaq istəyirəm ki, bizim tələbə qəbulunun 62% regionların payına düşür. Və ölkənin bütün iqtisadi rayonlarında fəaliyyət göstərən peşə məktəblərimiz var. Regionlar daha aktivdir.
regionlar aktivdir və indi qeyd edəcəyim bu infrastruktur məsələlərində də özünüz də şahid olacaqsınız, cəmiyyət şahid olacaq. Biz regionlarda bu infrastrukturun təkmilləşdirilməsi istiqamətində daha inamlı şəkildə işlər görürük. Yəni buna ora üstünlük veririk. Bu son nəticədə qeyd etdiyim kimi regionlarda əhalinin məşğulluq istiqamətində aparılan bu islahatlara bir dəstək və nəticə olaraq iqtisadi artımın təmin olunması yolunda bir addımlardır. Konkret gəlsək infrastruktur məsələlərinə, bəli, biz texniki baza ilə bağlı bir sıra işlər görürük. Mən indi qısa-qısa onların xülasəsini edəcəm sizə. Məsələ bundadır ki, son 10 ildə biz, üzr istəyirəm, 2017-ci ildə Qəbələdə Dövlət Peşə Təhsil Mərkəzinin, 2019-cu ildə Koreya modeli əsasında Bakıda Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin və 2021-ci ildə Bərdədə Dövlət Peşə Təhsil Mərkəzinin tamamilə yenidən qurulmadan sonra açılışını həyata keçirmişik. Ölkə prezidentinin iştirakı ilə bu açılışlar həyata keçirilmişdir. Bunun davamında 22-26-cı illərdə ölkənin sosial-iqtisadi inkişaf strategiyasında peşə təhsili inkişafı ilə bağlı konkret hədəflər müəyyən olunmuşdur. Burada əlçatanlıq, infrastruktur, məzmun, ömür boyu təhsillə bağlı, peşə ilə bağlı konkret hədəflər vardır. Bu hədəflər daxilində infrastruktur hissəsi ilə bağlı da müəyyən işlər görmüşük. Konkret 23-cü ildə Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi və 26-cı ildə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi yenidən qurulmadan sonra tələbələrin istifadəsinə verilmişdir. Bunun yanında biz Tərtər və Neftçalada iki peşə müəssisəmizin əsas təminini həyata keçirmişik. Amma burada davam edən işlərimiz də var. Hal-hazırda böyük qayıdış çərçivəsində Füzulidə, Kəlbəzərdə, Şuşada peşə təhsil müəssisələrinin yenidən qurulması, yaradılması və əsas təmir işləri həyata keçirilir və bununla yanaşı Bakıda deməli, texnik və texnologiya üzrə Bakı Dövlət Peşə Mərkəzinin işləri həyata keçirilir və Qubada biz aktiv şəkildə yeni peşə müəssisəsinin qurulması üzərində işlər gedir. Bunun yanında aktiv şəkildə layihələndirmə işləri aparılan deməli, peşə müəssisələrimiz vardır. Konkret Qarabağı qeyd etsək, deməli, Zəngilanda, Qubadlıda və Ağdamda layihələndirmə işləri görülür. Yəni orada peşə müəssisəsi olacaq, ən müasir peşə müəssisəmiz olacaq. Bununla paralel digər bölgələrdə, bizdə Sumqayıtda, Səlyanda, deməli, Qaxda və Tovuzda da yeni peşə müəssisələrimiz olacaq. Bu aktiv və layihələndirmə işlərlə bağlıdır. Bununla paralel biz qeyd etməliyik ki, bizim digər peşə müəssisələrimizdə də işlər dayanmır. Burada da biz 46-dan çox emalatxananın tədris edə bilmişik. Önəmli mövzular idi. Doğrudan da saatlarla bu mövzular ətrafında müzakirələr aparmaq olar. Sizə təşəkkür edirik İlqar müəllim, ətraflı məlumat üçün.